Yes. So there is type function. We actually haven't covered it, but in course content, I saw some tasks with it, so I included this as well. So what's type function? It just gives the uh, data type of what you need to find. For instance, if you want to find data type of variable a, where a equals to, for instance, 54, you use type function and the result will give us integer. Belə şəkildə yazılır. Class və hansı type'dır. Or we can have a string here. For instance, Mehmet. So it will give us string str. Birbaşa burada da yazmaq olar. Yəni misal üçün clip list. So burada başqa bir şey yoxdur. Then we have sual olduqca verər sizdə. We have minimum and maximum functions. We use them to find largest and smallest values. For instance, if we have a list, let's call it lst. Yox, qoyacaq ədədlər eləyək. For instance, we have here integers and we want to find the minimum and maximum, then we use these functions. For instance, min lst and və bu da bizə sadəcə minimumdan maksimum verir. Yəni burada integerlər olanda. You can also use arguments inside the brackets. Yəni burada yaza bilərsiniz birbaşa arqumentləri. Misal üçün yazıram məsələn 45 89 765 və bunda tapacaq. Bunların arasından seçir. Bu stringlərlə bunu eləyəndə isə artıq Unicode'a baxır. Yadınızdadsa ASCII table'da müəyyən sıra var idi. And o sıraya əsasən tapır. Yəni misal üçün listimizdə stringlər olsa, məsələn, əvvəlcə let's look at the letters. For instance, we have here an apple. Belə bir şey misal üçün. If we have like only letters, it's easy to find which is minimum, which is maximum. So it will just look at alphabetical order. So A is the first, B is second, and G is, I don't know, tens, maybe 12s, doesn't matter. So it will just, minimum here is A. It will look at the very first element. So the minimum is A, so it will give us minimum apple. And maximum is G, so it will give us gr. If we have, for instance, numbers inside strings, yəni misal üçün burada məsələn 168-dir.
then minimum will be this one because in ASCII tables, in ASCII table, numbers are first. Then uh, we have letters. Yani. Sonra bir dəqiqə göstərim hətta ASCII table-ı. Dəqiqə. You see here we have bunlar bizə lazım deyil. Uh, Burada white space gəlir. Sonra some symbols, then we have numbers, then we have again some symbols, then we have capital letters, uppercase letters, then we have symbols and lowercase letters, sonra yeni simvollar. Bu simvolları yəni çox da fikir verməyə ehtiyac yoxdur. Amma yəni uppercase letters are yəni əvvəldə gəlirlər. Then we have lowercase letters. So if I have here, for instance, uppercase A, then numbers are first. So this is minimum. Then comes uppercase stuff. So this is next, and maximum is this one as it's the last one in ASCII table in Unicode. Yes. Any questions so far? No. Okay. We can also have strings here. Yəni bayaqki kimi burada da yaza bilərəm stringləri. Misal üçün std, sonra yazıram məsələn lcm, bla bla. Aha, burada da yenə baxacaq hərflərə və oy, sorry. Bir dəqiqə. Nəsə ilişibdir. What? I don't understand the question. Yo. No. Asketi, aha, yes. Oradakı ordera baxır. Aha. Belə şəkildə də yaza bilərik. Burada da yenə baxacaq first letterlara. Əgər first letter eynidirsə, onda compare eləyəndə artıq ikinci lettera baxır. Ola bilər ki, letter olmasın, indi misal üçün simvol olsun, ya space olsun. Ya misal üçün nəsə, oy, simvol olsun misal üçün. Hə, then it will compare them like second character. We can't have like both integers and strings. It won't work. For instance, error verəcək. Misal üçün silək, lazım deyil. Məsələn, bura yazıram 2, sonra da məsələn floor alıram. Here we have like how it can compare text and a number, so it won't work. Əgər istəyirsinizsə ki, ASCII table-a görə compare eləsin, yəni bu number kimi baxmasın da, character kimi baxsın, then you need to convert it into strings and only then you can do it. Bunu da stringə çeviririk. Sonra. Yes. Başqa heç nə yoxdur. Burada sual var. No. Okay. Now we go to list methods. List metodlardan count and index were o birisi docdadır. Ona görə onlara baxmayacağıq, amma qalanlara baxırıq. Deməli, first of all, generally we write the name of the list. Then we write then we put
period, and then we write the name of the method. For instance, the first one we will look at append. So what does append do? Append just adds an element into the list. For instance, um, let's say we want to add here ADA, I don't know. Then we use append, and it will add it to the end of the list here. With append, you can add only uh, one element. Bir neçə əlavə eləmək olmur. Gələk, yəni loop salaq. Ki elə eləyək. Misal üçün, let's look at, and as we know, lists are mutable, so they are changeable, which means that bu prosesdən sonra automatically our list is changed. So when I print my list out, it gives with ADA as it's already changed. We can also append listin içinə listə sala bilərəm, yəni nested eləyə bilərəm. Məsələn belə. Oldu nested. Все, burada başqa şey yoxdur. Then we have clear. What does what does clear do? Clear götürür olan bütün simvolları çıxardır. Bütün elementləri silir. For instance, clear'ın bu arada list metodlarının hamısında burada şey olmalıdır. Parentheses, even if you don't have any arguments inside it. For instance, in clear, we don't write anything here. We just have it. So what does clear do? Clear changed our list in a way that there's no element. So it becomes an empty list. You see? Yes, nothing else. We have copy. In copy also, we don't write anything inside of the brackets, but we do have them. So in copy, but burada variable assign edirik. Çünki what does copy do? Copy just creates a new list, which is the like identical to the list that we had. Yəni əvvəlki listin kopyasıdır indi bu C listi. Aha. Misal üçün, but if I change for instance C, I won't change əvvəlki listi. Or əvvəlki listi dəyişsəm C dəyişməyəcək. Yəni misal üçün gəlin let's let's first of all look what we get here. You see two identical lists. We didn't do anything to them. But if we for instance change first one. Məsələn, birincinin misal üçün yazıram ki lst2 equals to for instance 7. So my second element, yəni əslində third, will become 7 in this list. So burada second hansıdır? 0, 1, 2. Budur. Deməli bu olacaq 7. Amma C dəyişməyəcək. Because they are not, yəni bir-birlərinə asılı deyirlər. Or I can change for instance C. Misal üçün yazıram C 0 equals to true. Then LST-də true olmayacaq. You see they changed both, but eyni deyirlər. Aha, burada başqa heç nə yoxdur. Yes, please. Yo, heç nə. Bura. Yes, yes. Aha, yes, because Python daxı execution from top to bottom goes, so it first of all will change, will do this operation, so it will equalize
second element to 7. Bunu dəyişdi. And only then we have the copy. So oje copy 7 ilə olacaq. Bax, you see? Copy. Mhm. Yes. Then we have here extend. Extend neyinir? Extend götürür. Um, bir listin içinə salır digər sekvensin elementlərini. Yəni misal üçün yazıram lst point extend və bura məsələn başqa bir list yazıram. Misal üçün 2 54 and let's say we have here space. Belə bir şey. Then neynir bunu? It just takes all of them bu add olunanları və salır sona. Amma ayrı-ayrı elementlər kimi. Yəni nested list olmur. Bir dənə list olur, içində də bu elementlər də olacaq. Yəni 1 2 3 4 5 6. We will have 6 items. Let's see. You see? Götürdü bu listin içindəkiləri separately əlavə elədi sona sırayla. We can have also string here. Bunun yerində mən string də yaza bilərəm. Misal üçün, amma bir dənə olmalıdır. Misal üçün, gəlin qəşəng bir dənə string yazaq. Nə yazaq? Yes, question. Aha. Nested'dan adin fərqi nədir? Nested'ın içində prosta şeydə başqa listə var. Yəni misal üçün, hə, niyə nested eləyəsən? I don't have any idea. Yəni ola bilər ki də hardasa usage-də nəsə lazım olsun, amma yəni dəqiq deyə bilmərəm. Prosta harda lazım ola bilər. It depends. I don't have any idea. Yes. Hə, nə deyirdim? Hə, məsələn, string də əlavə eləyə bilərik. Misal üçün, çox da vecimə deyil, ona görə belə bir şey eləyək. Aha. Prosta nə edəcək? Listi, string olanda bu axı gərək bir neçə extend bir neçə element əlavə eləməlidir də. Ona görə bu stringi götürəcək, böləcək, hər elementi ayrıca əlavə eləyəcək. Yəni baxın, görün bir dəqiqə. Hə. Görsəz hamısı ayrıca əlavə elədi. X-nı ayrıca, C-nı ayrıca, D-nı, V-nı, B-nı, nəysə də. Hamısı ayrıca əlavə elədi. Aha, belə. Burada başqa bir şey yoxdur. Then we have insert. Insert neyinir? Insertdə mötərizənin içində 2 dənə şey yazmalıyıq. First of all, we need to write index, then we need to write what we want to add. Insert inserts something to the specific position. For instance, if I write yox, 5 yoxdur burada, sorry. If I write qoyun biraz genişləndirək, yaxşı olsun. Misal üçün aha, məsələn belə bir şey. Deməli, yazıram 3 and then I write what I want to add. For instance, I want to add false. What does it do? It finds third position and it puts false into the third position. So this is 0, this is 1, this is 2. And if I put here false, it will be at the third position, right? So it puts here false. Baxın. You see? 0, 1, 2, 3. Все. Üçüncü pozisiyada false var. Belə. Ola bilər ki, mənfi ilə eləmək istəyəsiniz. Məsələn, amma burada biraz başqa cür olur. Mənfi götürür,
bir dənə sürüşdürür. Yəni misal üçün gəlin dəyişək. Yazaq məsələn A və -2, yəni məntiqlə salınmalıdır insertlə bu -1-dir, -2 burada olmalıdır. Amma bir dənə sürüşəcək burada olacaq. Yəni bura şey eləmək istəyir, bura add olunacaq. So elə bil ki, bir dənə çıxırsınız, -3-cü pozisiyada olacaq A. Baxın, -1, -2, -3 belə. If you want to add to the ən axıra əlavə eləmək istəyirsinizsə nə isə, onda yəni ya append-la eləyirsiniz, ya da ki, indeksi götürürsüz elementlərin sayından böyük eləyirsiniz. Yəni misal üçün, if I write for instance 8, we don't have here 8 position, right? 0, 1, 2, 3, 4, 5. We have only 5 positions. So it will take automatically A and put it into the very last. Yəni false-dan sonraya salacaq. As we don't have 8 position here. Yes, burada başqa heç nə yoxdur. Sualınız var? Yoxdur. Tamam. Then we have pop. What does pop do? Pop. Aha. Burada yenə burada da variable-a assign eləməliyik. Məsələn, misal üçün variable götürürəm. Misal üçün G and equalize it to aha. Və bura bir şey yazıram. Bura yazıram pozisiyanı. Yenə indeks yazıram. Misal üçün 4. Neyniyəcək bu? 4-cü pozisiyada olanı çıxardacaq. 0, 1, 2, 3, 4. 90 çıxardacaq. İndi bu neynir? G həmin o pozisiyada olan şeydir. Yəni misal üçün bu 4-cü pozisiyada olan 90 idi, düzdürmü? Deməli 90 G-dir. Yəni print G eləyəndə 90 verəcək. LCT isə oje 90 çıxarılmış versiyadır. Yəni bu qalan elementlər olan listi verəcək. Baxın. Yəni assign elədiyimiz variable çıxardılan elementdir. List isə artıq həmin o elementsizdir. But by default, it's the last element. So if I don't write here anything, it will just automatically choose the last element. Все. Əgər indeksi çox böyük götürsəm burada error verir. Yəni misal üçün məsələn yazıram, burada da yazıram misal üçün 8, halbuki 8 yoxdur bizdə, 8-ci pozisiya yoxdur. Avtomatik error verəcək bizə. You see pop index out of range. But if I want to first occurrence çıxartmaq istəyirəmsə elementi, not just by position, then I need to use remove. Yenə burada yoxdur variable. Deməli variable oldu bizdə indeksdə var idi, countda, copy'də, bir də pop'da. O birislərdə yoxdur. Yəni misal üçün deməli bura yazıram remove və yazıram hansını çıxartmaq istəyirəm. For instance, I want to let's write başqa nəsə də əlavə edək. Bura misal üçün yes, elə belə saxlayaq bəsdir. Aha, for instance, I want to remove 90. Deməli, bunu çıxartmaq üçün, first occurrence-ını çıxartmaq üçün remove-dan istifadə edirəm. Deməli, remove nə edəcək? Bunun first occurrence-ını çıxardacaq. Все, bunu çıxartdı. Listi verəcək. Qalan nə var idisə. Все. Birinci bunu çıxartdı. Əgər x-im yoxdursa burada, yəni misal üçün elə bir şey yazıram ki, hansı ki mövcud deyil burada. Yəni misal üçün yazıram bunu. Bu mövcud deyil də bu listdə. Avtomatik error verir. Все, burada başqa bir şey yoxdur. I can use also başqa metodlardan reverse. Aha. Reverse neyinə? Reverse götürür, prosta fırladır. Yenə burada parenthesizə heç nə yazmırıq, prosta var.
və neyinir? Prosta listi fırladır. Yəni birinci false gələcək, sonra 90, sonra 7, 98, etc. You see? Prosta fırlatdı. Nothing else. Bundan bu qədər. Bir də sort var bizdə. Sort da neyinir? Sort da götürür, sort eləyir. Defaulta görə ascending order deyilir. Yəni misal üçün amma bax görürsüz gərək şey olsun bizdə. Bir dəqiqə. Hamısı eyni date type olsun gərək. Bir dəqiqə. Məsələn 24 68 52 98. Məsələn belə. Aha. Bu nə edəcək? Bu götürəcək, sort eləyəcək ascending order-da. Yəni burada bizə ən kiçik hansıdır? 24. Deməli birinci 24 gələcək, sonra 52, sonra 68, sonra 98. Belə. Prosta sort elədi. Burada heç nə yazmamışam deyə defaulta görə eləyir. Amma əgər yəni ascending order deyilir. But if I want to, for instance, descending order eləsin, onda buraya yazıram reverse equals true. So bu descending order eləyəcək. Yəni 98, 68, 52, sonra 24. Oy, bir dəqiqə. Aha. Thank you. So, belə. I can also have here hansısa bir function da yaza bilərəm. Onda yazırıq key equals to həmin functionu. Əsasən burada bizə lazım olan ancaq length-dir. Yəni misal üçün length-ə görə compare eləmək istəyirsə, burası burada düz olmayacaq. Bir dəqiqə. Qoyun da option deyim sonra. Bir də bunu deyim sonra deyərəm onu. String-dən də eləyə bilərik bunları. Elə minimum maksimumdan eyni şeylərdir. Yəni yenə ASCII table həmin şeylərdir. Yəni misal üçün bura yazım məsələn belə bir string. Sonra yazıram deməli. Sonra da bir dənəsi də olsun məsələn belə. Aha. So, burada da sort eləyəcək həmin o qaydaya görə, ASCII table-da görə. Yəni heç nə yazmamışam deyə mötərizədə defaulta görə gedəcək, yəni ascending order-da. Ascending order-da qalxmalıdır. Deməli birinci space qoyacaq, sonra qoyacaq 4-ü, sonra capital-ı, sonra kiçiyi. Yenə burada yazsam reverse equals true fırladacaq prosta. Yəni sort eləyib fırladacaq. Bir dəqiqə, səhv getdi. Bu nə işləmədi? Oy. Bir dəqiqə, soruşum Gemini-dan. Tak, bu cavab verənə kimi buradan sual var. Bir də biz key-yə görə eləyə bilərik. Bunu da deyim. Key nə idi? Key bura function yazıram. Misal üçün length. Length-ə görə eləmək istəyirəmsə, prosta bu eləyəməyəcəkdir. Gərək fərqli length-lər qoyum. Misal üçün 445 qalsın belə. Burada da məsələn hansısa bir söz yazaq. Azərbaycan. Aha. Bu nə edəcək? Bu götürəcək. Aha. Bu götürəcək, baxın.
şey eləyir, uzunluğuna görə eləyir. Yenə burada yoxdur reverse true deyə defaulta görə gedəcək, yəni ascending order-da. Sonra key kimi length function-unu vermişəm deyə, götürəcək, lengths-lərinə baxır. 1, 2, bu 4, 7, 10 və 1, 2, 3, 4. Aha, vsyo, lengths-lərinə görə verir belə, ascending order-da. Tak. Ha, bir dəqiqə elə ona baxıram. Bir də proba eləyək. Başa düşmürəm niyə olmur. A, indi alındı amma. Bayaq niyə alınmamışdı? Nəysə. Bayaq bilməm niyə alınmadı. Nəysə. Hə, короче, reverse eləyəndə də prosta reverse bərabər true yazırıq mötərizəyə. Vsyo. Başqa heç nə. Hə, bir də məsələn ikisini combine eləsək, onda lengths-ə görə sort elədi, sonra da reverse-ünü verəcək. Yəni descending order-da. Ən uzundan kiçiyinə kimi. Vsyo. Burada başqa bir şey yoxdur o üçün. Tak, bir də baxım. Vsyo. List metodları qurtardı. Sual var? Aha, key prosta sən buna function verirsən, həmin o elə bil ki, məsələn, burada lengthsdir, misal üçün mənim yazdığım. Bu deməkdir ki, lengths-ə görə şey sort eləyir. Yəni normal o ASCII table falan məsələsi deyil də, sırf lengths-ə görə sort eləyəcək. Yəni misal üçün burada məsələn bunu silsəm, aha, neyləyəcək? Şey, reverse true yoxdur deyə ascending order-da verəcək və lengths-ə görə compare eləyir. Yəni baxır lengths-lərə 1, 2, 10 və 4. Sonra da şey eləyir. Baxır ki, ascending order-da lengths-ləri compare eləyir də. Elə bil ki, ən böyüyü budur. Sorry, ən kiçiyi budur, sonra budur, sonra budur, sonra da budur. Yəni ascending order-da verir elə bil ki. Yəni bilmirəm necə başlayım. Sual nədir? Yəni spesifik bir şeydir, yoxsa general key? Hə? Hə, yox, key prosta yazırsan ki, yəni sənin key sort şeyin nədir də, yəni tool'un nəyə əsasən şey edirsən, sort edirsən. Burada öz funksiyonumuzu da əslində yaza bilərik create eləyəndən sonra, amma yəni o lazım deyil məncə. Hə. Reverse true key'lən, hə, burada başqa bir şey yoxdur. Sual var? Aha, buyur. Aha. Necə hamısını bir-bir verəcək? Aha. Aha, bəli, bəli. String olanda bəli, bölür, bütün, karakterləri ayrıca verir. Yəni misal üçün gəlin necə? Hə, hə. A, yox, yox, yox. Extend-in daxilində şey olmalıdır, sequence olmalıdır. Sequence da bizim keçidlərimizdə ancaq listlə, şeydir, nə idi onun adı? Stringdir. Integer, float falan, boolean falan şeylər yazmaq olmaz. Gəlin yazaq misal üçün. Sizin dediyinizə işləməyəcək amma. Yox, bax, it's not iterable. Yəni sequence olmalıdır. Integer olmaz. Vsyo. Başqa sual? Vsyo, yoxdur? Super. Functionlara keçirik. Function
Function nədir? Function helps us to eyni şeyi yazmayaq təzədən. Proqramı daha səliqəli şəkildə eləyək və rahat işləyə bilək. Onun üçün biz function-dan istifadə edirik. Function üçün biz blok create eləyirik. Yəni misal üçün əvvəlcə def yazırıq, həmişə define eləyirik. Sonra function-ımızın adını yazırıq. Misal üçün function-ımızın adını qoyaq. Məsələn yazıram product. Yəni product hesablayacaq. Misal üçün deyə belə yazıram. Sonra mötərizədə yazırıq parametrlərimizi. Parametr nədir? Parametr sonradan istifadə edəcəyim variabledır, hansı ki burada verməyəcəm. Yəni indi daha dibinə gələcəyik. Burada da içəridə də olmalıdır ya print ya return mütləq şəkildə. Yəni misal üçün bir dəqiqə product üçün return lazım olacaq. Gəlin əvvəlcə sadəsini eləyək. Məsələn salam vermək istəyirik. Məsələn qoyuram adını salam. Bura hələ ki variable əlavə eləmirəm. Yazıram yenə by the way indentation important. Yazıram misal üçün print salam nə bilim nə yazım? Bakı məsələn. Atıram. Sonra bu funksionu call eləyəndə, call eləmək üçün function adını yazıb parametrləri yazıram. Yəni burada bizdə olacaq salam, mötərizələr. Parametr lazım deyil çünki bizdə. Call eləyəndə olacaq salam Bakı. Gördünüz, print elədi. Function içindəki eləyir. Print eləyir. Əgər parametr burada işlədəcəyim bir variable varsa, yəni misal üçün misal üçün yazıram salam C, bir dənə variable. Burada mənə C lazım olacaq. Ona görə bura C-ni yazıram. Bu mənim parametrimdir. Arqumentdə də mən o C-ni verməliyəm ki, yəni bu funksionu icra eləyəndə hansı C ilə icra eləsin. Yəni misal üçün yazıram salam, məsələn verirəm Məmməd. Deməli bu nə edir? C-nin yerinə Məmməddir. Ver salam Məmməd. Print eləyir. Salam Məmməd. Bir daha. Bu define'dır. Functionumuz üçün function define eləyir. Bu function adıdır. Salam. Burada parametrlər yazırıq. Hətta içində heç nə olmasa belə mütləq şəkildə parantez qoyuram mən bura. Burada da arqumentdir bu. İndi misal üçün, amma məsələn baxın, ola bilər ki, məsələn hətta belə bir şey də ola bilər. Məntiqsiz bir şeydir, amma yəni ola bilər. Məsələn C bərabərdir Məmməd. Burada mən arqumenti verməməliyəm. Parametrdə boşdur. Çünki C artıq blokun içindədir və userdan asılı deyil. Yəni stable bir şeydir, constantdır. Məmməddir ancaq. Başqa bir şey ola bilməz. Ona görə yəni avtomatik salam Məmməd olacaq bu. Yəni burada heç nə yazmağa ehtiyac yoxdur. Düzdür, məntiqi yoxdur bunun, amma yəni də. Sonra bir də return işlədə bilərəm. Return nədir? Misal üçün qayıdaq bayaqkına. Product. Məsələn, misal üçün yazıram bura x1 və x2. İndi deməli yazıram for instance return A times B. İndi if I want to sadəcə bu şeyi götürməyəcəmsə, yəni bu arqumentlə AB nədir? X1 X2. Əgər mən bu daxil olunan arqumentlərlə işləyəcəyəmsə, yəni üzərində hansısa bir əməl eləyəcəyəmsə, o zaman mütləq şəkildə return-ü işlətməliyəm. Yəni, misal üçün burada mən sadəcə arqumentləri ekrana display eləmirəm də, düzdürmü? Mən götürürəm, onları bir-birinə vururam. Yəni dəyişdirirəm onları. Onda return işlətməliyəm. Və sonra function call eləyəndə burada başqa cür olur. Burada götürürəm, bir dənə variable təyin eləyirəm. Misal üçün yazıram answer bərabərdir və götürürəm functionu call eləyirəm. Yəni bunu daxil edirəm. Prosta ki, x1, x2 yerinə
ədədləri daxil eləməliyəm. Yəni product, məsələn, nəyin produktunu tapmaq istəyirəm? Məsəl üçün 3, 12. Belə. Sonra da bu mənə bu götürür Python icra eləyir, tapır answer-ı. Sonra da götürürəm həmin o variable-ı şey eləyirəm. Print eləyirəm. 36. Vurdu. Return nədir? Return götürür sadəcə bu return eləyir proqramı onu ki, proqram onun üzərində işləyə bilsin. Yoxsa proqram onun üzərində işləyə bilməyib non verəcək. Return-dan sonra olan hər şey ignore olunur şey tərəfindən, Python tərəfindən. Yəni mən bura ola bilər ki, yazıram print, nə bilim nəsə yazıram da. Onda bu hamısı ignore olunacaq. Return-dan sonra gələn hər şey ignored. Burada şey olmayacaq, göstərilməyəcək. Gəlin başqa bir şeyə də baxaq. Bir dənə şey deyim. Deməli, bizdə default şeylər də ola bilər, value-lar da ola bilər. Amma ki, misal üçün qayıdaq bayaqki example-a. Məsələn, necə def salam və məsələn bura lazım idi mənə. Məsələn, variable-ın adını qoyuram friend. Düzdürmü? Və burada yazıram print salam friend. Aha. İndi mən bu friend-ə şey də eləyə bilərəm. Nə idi onun adı? Default şey də verə bilərəm. Bərabərdir. Məsələn yazıram nə yazım? Məsələn Malik. Aha. Bu nə edəcək? Prosta ki, bu default həmişə belə işləmir. Əgər mən yəni function bax burasına yazsaydım onu ki friend equals to Malik və bura yazmasaydım da o da o friend-i. Onda bu stabil həmişə salam Malik olacaq. Amma bura yazanda bu götürür şey eləyir. Ancaq arqument verməyəndə Maliki verir. Yəni misal üçün gəlin 2 dənə case-ə baxaq. Birincidə arqument yoxdur. Grid nə idi? Salam. Boş. Yəni arqumentim yoxdur. İkincidə amma məsələn arqumenti verirəm. Misal üçün yazıram Həsən məsələn. İndi birincidə mən həmin o variable verməmişəm deyə avtomatik götürəcək default işlədəcək və salam Malik olacaq. İkincidə amma variable verilib deyə buna ehtiyac yoxdur. Artıq salam Həsən verəcək. Salam Malik, salam Həsən. Aydındır? Tamam. Variable'lar bizdə ümumiyyətlə local və global olur functionda işlənməyə görə. Əgər function daxilində işlədilən bir şeydirsə, onda biz buna deyirik local variable. Yəni ancaq function daxilində tanınır. Məsələn, baxın bu friend kimi. Bir də amma məsələn, misal üçün burada outside of it nəsə olsa, məsələn olsa, misal üçün A bərabərdir, məsələn 42, bu global variabledir. Bu function istənilən yerdə yəni işləyir. Amma məsələn, baxın bu friend, misal üçün, ya məsələn götürüm bura məsələn daxilə nəsə yazım. C bərabərdir, məsələn yazıram, düzdür bu C lazım deyil burada, amma lazım olsaydı və yazsaydım C bərabərdir, məsələn A, onda bu local variable'dır deyə ancaq işləyəcəkdir proqramın function daxilində. Yəni xaricdə mən bu C-ni işlətmək istəsəydim, yəni yazsaydım məsələn print C, bu avtomatik mənə error verəcəkdi. Bir dəqiqə. Bu heç, bu ikisi bunlardır. Error verir. Çünki name C is not defined. You see? Belə. Sual var? Bütöv funksiyonları local global variable-ı tamam. Baxın, bizdə variable-lar iki cür olur. Local variables are the variables that are defined only inside the function. For instance, here
C is inside function block. So it's defined only inside of the function. Yəni ancaq function daxilində mən nəsə yazsam ona aid. Yəni misal üçün yazsam print C, ya nəsə belə bir şey. Hə. Onda bu işləyəcək. Çünki bu function daxilindədir, işləyir. Amma əgər məsələn burada yazsam, bu C ancaq function daxilində şey olub da, yəni daxilinə yazılıbdı bu. So it's a local variable. It's defined only with function da, yəni. Ona görə mən functiona xaricdə bunu yazanda, işlətməyə çalışanda it gives an error. Yəni defined deyil. Amma bir də var global variablelar. Məsələn, baxın bu A variable'ı şeydir. Funksiona xaric verilibdir. Yəni ümumi bütöv kod üçün verilibdir. Function üçün yox. Onda it works, yəni mən burada print A versəm, bu işləyir. Yəni misal üçün yazıram print A. Bu heç. Hə, baxın məsələn axırıncı 42 verdi. Çünki bu global variable'dır. İşləyir burada. Yəni bunu mən hətta proqramda bu A-ya aid nəsə yazsam yenə işləyəcək. Prosta gələk A-nı yuxarıda yazım ki, şeydir, əvvəlcə bunu define eləsin, sonra A-nı işləyə bilsin. Və bura yazsam misal üçün print A, bu işləyəcək. You see? Çünki bu uca global variable. Bütün kod üçün verilibdir və ona görə function içində də belə işləyir. Clear? Tamam. Sual yoxdursa başqa, onda dəlşi gedirik. Sual varsa verin. Okay. So then we have here libraries. Library nədir? Library are just pre-written code. So they are a collection of functions that we can use if we import them. First of all, if we want to use import, if we want to use a library, we need to import it. Məsələn, mass library-sini işlətmək istəyirəmsə, onda yazıram import mass. Sonra mən bu library-yə aid nə istəyirəm eləyə bilərəm. Bu library-lərlə qat-qat rahatdır işləmək və proqram həmçinin sadə qalır. Yoxsa biz müxtəlif şeylər, konstruksiyalar qurmalı olacaqdıq ki, həmin o rezultatı əldə edək. Amma misal üçün, məsələn, mass library-sindən misal üçün faktorial işlətsəm, məsələn, faktorial işlətmək istəsəm, gərək loop hazırlayım və götürüm hər növbəti ədədi vurum da o birisinə ki, faktorial tapım sonda. Amma mass-i import eləyəndən sonra sadəcə mass faktorial işlədə bilərəm. Gəlin həmin o library-lərə baxaq. Elə birinci mass-a baxaq. Elə faktorial baxaq misal üçün birinci. Məsələn, tapmaq istəyirəm 3-ün faktorialını. Nə yazıram? Əvvəlcə library adını yazıram, sonra point, sonra the name of the function. Yəni misal üçün in this case factorial. And then I write 3. 3-ün faktorial. Gəlin print eləyək bunu. Sadəcə 3-ün faktorialını verəcək mənə. Misal üçün print A. Все. 6. Həmişə burada mötərizə olur. Bir dənə elələri var ki, məsələn, mötərizə lazım deyil onlara. Misal üçün pay. Məsələn, p lazım olsa bizə, yazıram mass equals to p. Hətta gəlin, məsələn, bir dənə şey quraq. Gəlin, məsələn, belə bir şey eləyək. User hansısa bir radiusu input eləsin. Int input enter the radius of a circle. Aha. Enter the radius of a circle və biz misal üçün circumference tapmaq istəyiriksə 2πr. Aha. Götürürəm, yazıram c equals to 2 times p times r və götürürəm məsələn
şey edirəm. Nə idi onun adı? Print elə. Misal üçün gəlin yoxlayaq. Aha, enter the radius of a circle. Misal üçün circle-u yazıram, məsələn 4 radius olsun. Onda circumference tapır mənim üçün 25 nə qədərsə. Məsələn işlətdik. Sonra nə var? Burada əsas bizə lazım olanlara baxaq. We have mass floor and we have mass seal. Mass floor nə edir? Tapır integer partı. Şey kimi. Nə idi onun adı? Floor division kimi. O nə edirdi? Divide eləyirdi, sonra integer part tapırdı. Mass floor-da götürür integer part tapır. Yəni misal üçün yazıram məsələn, burada oje parenthesis işlətməliyəm. Yazıram misal üçün mass floor və bura bir dənə ədəd daxil eləyirəm. Misal üçün yazıram 2.85. Nə edir bu? Bunu nə idi onun adı? Round eləyir kiçiyə. Yəni 2.85 hansı iki ədəd arasındadır? 2 və 3. Avtomatik 2-ni götürür və 2-ni verir bizə. Belə. Yəni misal üçün negativ bir ədəd daxil eləsək, -2.85 hansı ikisi arasından -2 və -3. Hansı kiçikdir? -3. Deməli -3 verir. Fərqi yoxdur nə qədər yaxınıq misal üçün yuxarıya, məsələn olsun 4. I don't know. Məsələn belə olsa belə, yenə də verəcək bizə 5-i. Oy, sorry 4-ü. Oy. Nəsə səhv getdi. Yəqin bunu şey götürür. Bir dəqiqə. Çox idi 9 deyə götürdü avtomatik 5 kimi. Nəysə boş verin. Fərqi yoxdur nə qədər yaxındır, yenə də götürür kiçiyi. Amma mass seal tərsinə götürəcək. Seal, yəni patoloq böyüyü götürəcək. Yəni misal üçün yazıram 8.1. 8 ilə 9 arasındadır. Avtomatik verir bizə 9-u, böyüyü. Yəni misal üçün yazıram -1-sini. Olur -9 ilə -8 arasında böyüyü götürəcək, -8-i verir bizə. Bunlar heç. Sonra we have square root. Square root nə edir? Square root-u tapır prosta. Tak. Misal üçün yazıram bura 16 məsələn yazıram. Deməli götürəcək 16-nın square root-unu tapacaq. 4. Bu arada cavab bunda həmişə şeydir. Nə idi onun adı? Float-dur. Mass seal ilə mass floor-da cavab həmişə integer-dir. Int kimi verir də. Bunlar həmişə floor verir. Hətta tam olsa belə. Həmçinin power da elədir. Məsələn, power-a baxsaq, burada power da 2 dənə şey yazmalıyıq mötərizədə. Əvvəlcə base-i, sonra da hansı power-a qaldırmaq istəyiriksə. Məsələn, yazıram 3, then I write for instance 2. Deməli 3 to the power of 2. So 3 squared, 9. 9. You see the result is float. We can have even negative numbers here. Məsələn 3 -2 misal üçün. Nəysə belə bir şey alınır da result. 3 to the power of -2. So it is 1/9. Belə bir şeydir. Or I can have for instance negative number to the power of negative. Məsələn yazıram minus nə yazım? 81 misal üçün. Yox, 81 yox. Qoy 16 olsun. Belə qəşəngdir. Neynədi? Prosta götürdü -16-nı qaldırdı -2 power-ını. Bunu aldı. Yes. Square root-da amma minus versəz error verəcək bu arada. And burada float numberlar da ola bilər. Yəni misal üçün
Məsələn yazıram 0, 3. Burada yazıram məsələn 0, 1. Qaldıracaq bu power'ı. Belə. Buradan sual var. Mass library bitdi. Then we have random library. Random library nə edir? Random library prosta bizə random ədədlər verir. Burada bizə nə var? Deməli, əvvəlcə random nə edir? 0 və 1 arası istənilən bir random bir float verir bizə. Yəni misal üçün yazıram ki, a equals to random və mötərizə qoyuram bu arada. Mötərizə amma içinə heç nə yazmırız, boşdur. İndi yazıram ona məsələn print a. 0 ilə 1 arası istənilən bir random ədəd verəcək. Misal üçün baxın bunu verdi. Float. Sonra yenə başqasını yoxla. Məsələn bunu verdi. Başqasına baxaq. Bunu verdi. Yəni 0-1 arası random birini verir. Aha. Sonra we have random randint. Random randint nə edir? Random randint random integer verir. Adında da olduğu kimi int. Deməli, burada biz bura şey yazmalıyıq. Boundary'ləri. Misal üçün yazıram 36 66 misal üçün. İkisi də included və bu aralıqda bir dənə random ədəd verəcək. Baxın. Random integer verir mənə. 62. Yenə 38 verdi. 47. 54. Yəni 62. Bu nə randomdur? 41 və s. Yəni belə ədədlər verir mənə. Sonra we have random choice. Random choice nə edir? Random choice üçün mən buna sequence verməliyəm. Yəni hansısa bir iterable verməliyəm. Bizim üçün list ya da string. Və bunlardan bir elementi seçəcək. Yəni misal üçün yazıram məsələn true. Sonra yazıram məsələn false. Sonra məsələn yenə yazıram false. Sonra yazıram misal üçün 21. Sonra yazıram 36.7. 7. Sonra yazıram məsələn bir dənə string yazıram. Aha. İndi nə edir? Bu götürür bu listdən random bir elementi seçir. Randomly birini choose eləyir və verir bizə. Let's see. Nəyi seçdi? True. True'nu seçdi. Gəlin bir də yoxlayaq. False. Bu da false seçdi. İndi biz buna string də verə bilərik. Yəni misal üçün gəlin bura bir dənə string yazaq. Belə qəşəngdir. Məsələn b bərabərdir. String verəm məsələn white space 34 vergül az z. Belə. Sonra məsələn space 5. Misal üçün belə bir stringimiz var. Götürürəm, yazıram random choice b. Deməli bu stringin elementləri, yəni istənilən karakterlərdən birini seçəcək, verəcək mənə randomly. Let's see. 5. 5'i seçdim misal üçün. Yenə baxaq. White space seçdim. Yenə 5 seçdim. Bir dəfə də baxaq. 3. Yəni random seçdim. Tamam. Burada başqa bir şey yoxdur. Bir də bizdə var random sample. Random sample həmin şeydir choice-la. Sadəcə burada deyirəm bir neçə dənəsini seçsin. Yəni misal üçün random sample verirəm nədən seçsin və sonra yazıram neçə dənə seçdim. Misal üçün mən bu stringdən 3 dənə random element seçsin. Gördünüz 4 A-nı seçdi. Gəlin bir də yoxlayaq. Z A3-ü seçdi. Yəni verəm məsələn list, gəlin indi list verək. Məsələn 2 3 5
Ə, Məsələn yazıram bunu, sonra nəysə belə bir şey. İndi bu listdən 3 dənə random element seçir. Baxın, NHM XC3.